Buyur, çoxlu sifarişlər topla, aksiyalardan, kampanyalardan yararlan, qazancın olacaq. Çox satarsan, çox qazanarsan. Yox, əgər biznes tərəfini seçmək istəyirsənsə, lap gözəl. Biznes tərəfini seçən insana biz hədəf olaraq deyirik ki, ilk hədəfin 22% direktor olmaq olsun. Direktor olmaq nə deməkdir? Direktor olmaq elə bir dövriyə yaratmaqdır ki, kataloq ərzində 7500 ballıq dövriyə təşkil eləyəsən. Sən satmayasan, bayaq dediyimiz ənənəvi biznesdə var idi, işi bölüşdürür, təşkil elədir. Burada da təşkil eləyəsən. Onu eləyə bilmək üçün bu 3 qaydanı yadda saxlamaq lazımdır. Biz buna deyirik 3T qaydası. Təlim, ticarət, təşkilat. Yeni məsləhətçi üçün məhz bu ardıcıllıqdan gedir. Təlim, ticarət, təşkilat. Təlim, məsələn, hazırda biz YouTube-duyuq. Düzdür, hər kəs təlimə hazır deyil. Hər kəs təlimə gəlmir. Çünki hər kəs gözəl pulları haqq elədiyini düşünmür. Qəbul eləmir də hər kəs ki, daha yaxşı pullara çata bilərəm. Amma sən dinləyirsənsə, bilginən ki, sən Zoom'da, YouTube'da, Telegram'da, Instagram'da, o təlimlərdə sən olanda işin incəliklərini öyrənmiş olasan. Təlim ömür boyu var. Mən də öyrənirəm, daim öyrənirəm. Amma ən azından bu işdə biznes tərəfini seçən, mən deyərdim hələ bilmir nə seçəcəkdir. İnsan, yeni məsləhətçi, hər biri bu təlimi qulaq assa yaxşıdır. Biznesin mahiyyətini başa düşsün.